Radionun televizyonun başlayır. Herkese salam. Səsim biraz məzuniyyətə çıxıb, biraz xəstəyəm ona görə də. Bilirsiniz ki, məndə köhnə iş yeri temaları bitmir. Nəysə, bu mövzunu danışmaq istəyirəm. Çünki bu yaxınlarda yadıma düşdü və biraz məni düşündürdü. Çünki elə bir şey bu dəqiqə paşti yaşayıram kimi bir şeydir. Bir dənə freelance müştərim var. Təzə işləmişik ondan və hələ də ödəniş verməyib mənə. Biraz bununla bağlı biraz gərginəm. Çünki pul lazımdır və pul vermirlər və işlədirlər. Yəni insan bir nöqtədə özünü sorğuluyur. Deyirsən öz-özünə ki, görəsən həqiqətən ehtiyac varmı bu işə, bu sahəyə? Həqiqətən mən bu sahəyə uyğun biriyəmmi? Çünki bilmirəm, bəlkə də evrenin mənə mesajıdır ki, sahəvi dəyiş. Çünki mən sahəni günahlandıra bilmərəm. Sahədən yaxşı pul qazanan insanlar var. Məsələ bilmirəm, məndədirmi, yoxsa peşədədirmi, başım ağrıdı. İkinci iş yerimlə bağlı danışacağım. Hansı ki, mən sizdən danışmışdım birinci iş yerimlə bağlı. Agentlikdə işlədiyimlə bağlı bir problemi danışmışdım. İndi isə hansı bir iş yerinə getdim, o haqda danışmaq istəyirəm. Çünki bilmirəm, həyatım boyu nəsə belə, bilmirəm niyə belədir, həqiqətən. Mən özümü çox analiz edən bir insanam ümumiyyətlə. Yaşadığım bir problemi, bir günü, bir anını, bir situasiyanı dəfələrlə mən beynimdə sorğuluyuram ki, niyə? Niye lan bu ülke niye böyle ya? Ne istedik abi? Okuduk ettik, dediler ki iyi lise kazan, iyi bir hayatın olur. İyi bir üniversite kazan, iyi bir hayatın olur. Yaptık ettik. Ne oldu? Niyəsi mənə çox maraqlıdır. Yəni harda səhv elədim ki, belə bir insanlar məsəl üçün mənim qabağıma çıxır. Mən demirəm ki, hamı mükəmməl iş yerləri var, hamı mükəmməl yerlərdə işləyir, yox. Bilirdim ki, düzəlib də, yəni işlə bağlı problemlər düzəlib. Da bundan sonra hər hansı bir iş yerində kələ gəlməyəcəklər, məni yollatmayacaqlar kimi düşünürdüm. Ona görə freelancer olmağa qərar verdim və freelance işlədim. Və baxıram ki, freelance'da da eyni vəziyyəti yaşayıram. Hal-hazırda bir aydır mən işi təhvil vermişəm, amma mənim hələ ödənişim yoxdur. Bu hələ də mənə verilməyib və biraz canımı sıxır bu mövzu. Çox da özümü stres eləmək istəmirəm. İkinci işimdən danışıram sizə. Deməli, mən həmin agentlikdən çıxdıqdan sonra full-time iş axtarırdım. Müsahibəyə çağırdılar məni və mən də getdim. Heç gözləmirdim, yəni o şirkətdən müsahibəyə çağırılacağımı. Çünki o vaxtı elə takmışdım ki, kafaya işləməyi. Hansı yerə ki, hansı şirkətə ki CV göndərirəm, o şirkətin adını, mailini, nömrəsini falan dəftərə yazırdım. Bloknoka yazırdım və zəng eləyəndə də bilirdim ki, falan şirkətdəndir, falan şirkətdəki adamın adı və bu şirkət məsəl üçün çağırdı müsahibəyə, okey, quş qoyurdum yanına, gedirdim müsahibəyə, alınmırdısa üstündən xətt deyirdim ki, bu şirkətindən alınmır. Çünki o vaxtı şirkətlər dəhşətli dərəcədə dizayner axtarırdı və bir şirkət bir ayda 4-5 dənə vakansiya qoyurdu. Bəzən çaşıb CV ata bilirdim deyənə, istəmirdim də, eyni yerə 2 dəfə atdım. Çünki dəfələr nə olub ki, bir yerə 2 dəfə getmişəm, bir yerə 3 dəfə getmişəm falan və bu şeydən rahatsız olduğum üçün, hətta bir dəfə bir yerə desəm 3-cü dəfə yoxsa 2-ci dəfə getmişdim müsahibəyə. Və getmişəm. Bilirdik ki, mən şirkəti bəyənmirəm, şirkət də məni bəyənmir. Gəlmişəm, çaya girdim, dedi ki, salam, necəsiniz? Mən sağ olun. Oturduk konkret çay zat işləyik, söhbət etdik. Konkret çay dedi, gətirib çay içdik, biraz söhbət elədik, necə gedir işlərimiz falan da. Sonra da dedi, sağ olun. Sənə gəlmişdim, burası bundan görüşməyə, çay içməyə. Yəni işdən heç danışmadıq. Yəni dəhşət müdür cırılmışdı gülməkdən. Mən vapşə də, yəni ağzım buradaydı. Ayda, çox zor idi. Nəysə, müsahibədə belə danışdıq, yəni nə bilirsiniz falan. Mən bu arada grafik dizayner vakansiyası üçün müraciət eləmişdim və grafik dizayner kimi getmişdim iş yerinə. Və mənə baxdım ki, suallar verir ki, bəs SMM biliyiz necədir? Mən də o qədər safam ki, o qədər əlacsızam ki, deyim ki, məsəl üçün evim yoxdur, məsələn, dədəmin evində yaşayıram. Evdə heç kəs işləmir, yox, atam işləyir, anam işləyir, bacım işləyirdi o vaxtı. Nəsə bir ödənişlə bağlı çətinliyim var, borcum var, yox, heç nəyə girişməmişəm. Hər şey atamın aldığı şeylərdir. Əlimdəki paltar belə atam alıb. Əynindəki paltar neçəyədir? Nömrə belə atamın aldığı nömrəni işlədirdim. O dərəcə, yəni bağımlı idim evə hələ, yəni. Amma bağımsız olmaq istədiyim üçün, işləmək istədiyim üçün, evdən qopmağım üçün. Çünki mən istəyirdim ki, qazanım pul və ayrı evə çıxım, ayrı evdə yaşayım. Bu dönəmlər 2022-ci il idi onda. Mən düşünürdüm ki,
Burada işləyərəm, maaş da alaram, ayrı evə çıxaram və bu arada maaş 400 manat idi həmin iş yerinin. Dedim ki, okey, mən sizə işləyərəm falan. Dedi, SMM bacarırsan? Dedim, hə. Dedi, yazı yaxşı bacarırsan, yaxşı orfoqrafik, orfoepik. Dedim, hə, bacarıram. Dedi, bizdə biraz belə təşkilatçılıq da var. Bacarırsan? Dedim, bacarıram. Nə deyirdi, bacar. Dedim, bacarıram. Hər hansı bir şey yox demirdim. İkinci bir müsahibə də oldu. Təlimçi ilə həmin o qadınla oldu müsahibə. İkinci müsahibə də okey oldu və məni çağırdılar işə. Əvvəl part-time işləməyə başladım. Səhər saat 10-dan saat 12-yə qədər. Yox, 12-yə, 1-ə qədər. Ayada 200 manat maaş idi. Mən də buna razılıq verdim. Dedilər, gəl birinci işi öyrən. Çünki işdən çıxan qadın analıq məziyyətinə gedirdi. Mən də gəldim işi öyrənməyə və burada bir minus vardı ki, iş xidməti müqavilə ilə idi. Xidməti müqavilə bilirsiniz ki, çox adamın işinə yaramır. Maaşın azdısa, xidməti müqavilə səni konkret, yəni yarı yolda qoyan kimi bir şey olur da. Nağd çıxardanda səndən pul çıxır. Kart eləyəndə səndən pul çıxırdı. Yəni mən də bu tip şeylərdə bezmişdim də yaşamaqdan. Nəysə, yəni ki, bir türlü mən 400 manatı həqiqətən əlimdə 400 manat tuta bilmədim də o iş yerində. Bir türlü, yəni o 400 manatın tamı rovnusu mənim əlimə gəlmədi. Buna görə də çox əsəbləşirdim. Çünki 10 manat faiz çıxırdı, nağd çıxardanda. Bir şey burada çatdırmamışam nəzərinizə. Yəni 10 manat dediyim bir dəfə çıxmırdı da 10 manat. Elə bilərsiniz ki, məsəl üçün bir dəfə nağd çıxartdın, 10 manat çıxdı, amma ki məsəl üçün kartda 400 var, sən bu dəfə 300 çıxartmaq istəyirsən, 10 manat çıxır. Gələn səfər də qalanını çıxartmaq istəyirsənsə, o qalanına görə 10% hesablayır, ona görə çıxır. Yəni ki 10% deyirəm. Nəysə də, yəni faizlə bağlı çox şey bilmirəm. Ya konkret pul çıxırdı. Hər dəfə nağd çıxardığında pul çıxır sənə xeyli. Part-time hissəsi normal keçdi. Məncə onlar biclikdən məni part-time'a saldılar ilk ay. Çünki işin çətin olduğunu ilk dəfədən görüb qaçmayım deyə. Əgər full-time'a gəlsəydim, işin çətin olduğunu görəcəkdim. Bir ay sonra mən bunlarla xidməti müqaviləyə razılaşmayacaqdım. Part-time'da mən nə iş görürdüm, deyim sizə. Dizayn edirdim, postu paylaşırdım. Daha sonra müqavilə yazırdım. Rəsmi müqavilə və göndərirdim onu. Zənglərə cavab verirdim. Bir müddət sonra artıq part-time sonlarına yaxın qız mənə öyrətdi ki, filan yerdən bəs kukilər alacaqsan və qonaqlar gələndə o kukiləri boşqaba doldurub qonaqların qabağına qoyacaqsan. Mən də buna okey verdim. Burada məsələ şey deyil, alçalmaq kiminsə qabağında falan yox. Burada yenə elə insan başa düşər ki, mən xidmət sektorunu alçaldıram, yox. Sadəcə olaraq şey vardı da, iş yerində bu işi görən şəxs var idi. Ofis meneceri bu işi görürdü. Bu şəxs var idi və bu şəxs təlim olan günlər gəlmirdi, mən gəlirdim. Açar verilirdi mənə. Təlim olan gün hamı fısıldayıb öz kravatında yatırdı evində. Mən səhər tezin gəlirdim, açırdım. Səhər tezdən kukiləri qoyurdum. Qonaqlar gəlirdi, təlimçi gəlirdi, dərslərini keçirdi falan. Gedirdilər və mən ondan sonra da kukiləri falan yığışdırırdım. Konkret ofisiantlıq eləmişəm orada. Nəysə. Yəni yenə deyirəm, xidmət sektorunu alçaltmıram. Sadəcə olaraq 400 manata bu qədər iş görən insan düşünün və yəni məni alçaldıblar da, başa düşdünüz necə? Dizayner kimi gedib istifadə olunmuşam. Bir müddət sonra mən bu şeyə alışdım. Yəni nə dedim, kukidə alaram, qoyaram. Bunu eləyərəm, qoyaram və bir yandan məni ailəm də çox sıxışdırırdı ki, deyirdilər ki, o iş yeri yaxşı iş yeri deyil, onlar səni aldadır, sənə pul verməyəcəklər, səni niyə xidməti müqavilə eləyiblər. Atam dəli olmuşdu ki, niyə səni xidməti müqavilə ilə işə götürürlər. Atam da belə əsəbi idi və tez-tez gəlib gelirdi mənim iş yerimə, gəlirdi, müdürlə danışmaq istəyirdi. Müdür də qaçırdı atamla. Müdür də başqa cür deyəcəm nə idi. Yəni atam gəlib səndən görüşməyə. Mən də gözləyirəm ki, okey, müdür gələcək, salamlaşacaq falan və baxıram ki, müdür yoxdur ortada. Müdür götürüb sumkasını gedib. Əvvəlcədən deyirdim ona. Deyirdim ki, bugün mənim atam gələcək. Prosto da yəni işlə bağlı gəlmək istəyir, soruşmaq istəyir. Yəni maraqlanır, harda işləyirəm falan. Yəni düz əslində mənim valideynlərim toksikdir, amma elə tanıtmışdım ki, sanki valideynim mənim üçün çox narahatdır, ona görə gəlmək istəyir falan. Şimdi yəni mənim valideynim çox istədiyindən gəlir falan, gəlib baxsın, görsün necədir falan filan. ABD yaxın arvad qaçırdı. Sumkasını götürürdü, qaçırdı. Mən də belə baxıb qalırdım. Çünki işdə görürdüm axı bir yandan. Qız da mənimlə danışırdı, iş görürdü deyə. Dedim yəqin bəlkə ABD-yə gedir, gələcək. Atam da gəlirdi, deyirdi ki, hanı müdür? Müdür yoxdur. Başqa kimdən danışdım? Heç kəs də gəlmirdi atamdan danışmağa. Yəni ki, çox belə xaraba yer idi də konkret. Yəni ki, bir dənə normal adam yox idi ki, aparım tanışdırım ki, bəs bax bu adam belədir, bu adam elədir.
Yəni bir dənə belə normal insan yox idi da orada öz. Çünki niyə qaçırdılar? Bilirdilər nə şirkət olduqları, ona görə qaçırdılar. Səhvi olan insan qaçar ancaq. Səhvi olmayan insan niyə qaçsın ki? Oturar deyir, hə, döyəndə gəlsin də. Bütün Azərbaycanda yaşanan bir olaydı bu onsuz da. Hamının valideyni belədir Azərbaycanda. Kimin valideyni çox relaksdır, çox müasirdir. Bura atam da gəlmək istəmədi, əsəbləşdi ki, mən gəlirəm, hər dəfə bu qadın qaçır. Anamı göndərdi. Anam da gəldi. Mən də qadına demədim anam gələcək. Səhər tezdən elə girdi içəri anamla. Anam da getdi tutdu müdürünə, başladı danışmağa. Bunlar danışırlar, hələ heç kəs gəlməyib iş yerinə. Bir dənə xadimə xala var. Mən də dayanmışam qapıda, bunları güdürəm. Görüm nə danışırlar. Çünki hər ikisinə güvənmirəm. Yəni içəridəki hər iki qadına güvənmirəm. Yəni nə anama güvənirəm, nə də o rəhbərimə güvənirəm. Çünki hər ikisi mənə zərər verə biləcək bir potensialdadılar da. Anam sual verir ki, bəs əmək haqqı nə qədərdir filan qədər. Anam deyir ki, çox azdır, çox aşağıdır. Vay vay. Elə bir ki, pazarlıq eləyirik də. Anam desə ki, 800, deyəcəklər ki, hə, verin 800. Yəni ki, mən qəbul eləmişəm hər şeyi, imza çəkmişəm. Yəni viyonum açılıb, mənim üçün maaşım köçəcək. Anam başlayıb pazarlıq eləməyə. Müdür biraz belə kəm-küm eləyir, biraz belə faka basır. Baxdım ki, yəni mənə başladı qadın yalan danışırdı anama. Yəni mənə başqa şeylər danışırdı, anama başqa şeylər danışırdı. Demişdi ki, xidmətin müqavilədə belədir ki, sorta yoxdur, nə bilim, pensiya olmur, belə şeylər yoxdur, yəqin ki, bilirsən də. Mən demişdim, hə, problem deyil, hardadır, gətir imzalayım, işə başlayayım. Baba şunu aç baba bir. Otursana. Ne açacağım? Ya otur baba aç hadi baba. Yəni sırf pul ver də mənə kimisindən. Bir ki, sorta var, yəni əmək müqaviləsində çünki sorta var. Hə, sorta var, vergi çıxılır. Hə, vergi çıxılır. Nə bilim, də belə, yəni belə suallar verir. Bu da anama yalan danışır konkret. Mən də eşidirəm də qapıdan. Nəysə, mən bu anını aldırmadım. Çox belə vecləmədim. Anamı da yola saldım. Sonra belə içimdə belə bir şey oturdu da ki, yəni bu şirkətdə düz getməyən bir şeylər var. Yəni o qadın niyə mənə başqa şey danışıb, ondan başqa şey danışdı ki? Sorğulaya bilmədim də. Çünki həm məndən böyük idi, deyənə çox belə danışmaq istəmirdim. Böyüklərlə mən çox ünsiyyət qurmağı sevmirəm. Həm də ki, dedim əşi, pulunu verir də. Günlər keçməkdə idi və mən də artıq bu işin çətinliyini azdan çoxdan görmüşdüm. Necə görmüşdüm? Yəni valideynim də artıq biləndən sonra ki, mən orada işləyirəm. Elə mənə rahatçılıq verdilər. Valideynlərim sağ olsunlar. Streslərim azmış kimi bir yandan da hər dəqiqə gəlim kontrol eləyim, baxım görüm harda işləyirsən, nə işləyirsən. Yəni bu tip şeylər məni həmişə narahat edən şeylər olub və həmişə də valideynlərim bu tip şeyləri eləyib mənə. Mən deyə bilmərəm onların məqsədi pis idi. Yox, onlar yəni sadəcə öz mayınlarında məni qoruduqlarını düşünürdülər bu hərəkətlə. Ancaq daha da mənim mənafeyimi, iş yerində mənim ciddiliyimi, mənim yetişkin bir fərd olmağıma çətinlik yaradırdılar. Deyəcəm niyə? Çünki sırf anamın ora gəlməsi ilə və o müdürlə, qadınla danışmağına görə mənim biraz başım ağrıdı. Bu iş yerində bir müddət işlədim və artıq 4-cü ya 5-ci ayım idi deyəsən, yoxsa belə 6-cı falan ayım idi. Baxırdım ki, iş çoxdur, həddindən artıq. Yəni həm məktub göndərirəm, həm dizaynerəm, yəni post düzəldirəm. Postu da ki, düzəldəndə 50 saata bəyəndirmək olurdu bu qadına. Sanki özü kreativ direktordur, art direktordur. Yəni başı çıxır rənglərdən, şriftdən falan da hələ bir irad da tutur. Yəni postda mən content menecerdə olduğum üçün o şirkətdə çalışırdım ki, postda mətn hissəsi az olsun və yaxud da ki, qısaldılmış olsun. Ancaq bu dirəşirdi ki, yox. Bütün mətni doldur ora və təsəvvür edin, postda yer qalmırdı. Nəfəs almağa yer yox idi postda. Həqiqətən, yəni zibili çıxırdı da konkret. Yəni post deyilən bir şey qalmırdı da ortada. Mən işimə nifrət edirdim. Yəni karyerama başlamadan nifrət edirdim. Mən də bilirdim axı bu tip postlar belə olmamalıdır. Mən o qədər həvəsli idim ki, o dönəmlər, yəni sahəmə qarşı çox həvəsli idim. Deyirdim ki, cəhənnəm, buna belə iş görüm. Boş vaxtımda başlayırdım özümdən nəsə başqa işlər yaratmağa. Produkt dizaynlar falan yaradırdım, posterlər falan yaradırdım və çox da xoşuma gəlirdi o işlər mənim. Həqiqətən baxanda belə ürəyim açılırdı və sırf orada elə hard working işləyə bildim deyən əslində mən sonraki işimi tapa bildim. Yəni postları falan düzəldib tez-tez portfolyoma yerləşdirirdim. Çünki portfolyomu zəngin eləmək istəyirdim. Ancaq görünmürdü təbii ki, işlədiyim hardlıq. Heç kəsin becinə belə deyildi. Nə düzəməlli səhər yeməyi yeyirdim, nə günorta. Həqiqətən bəzən abedi belə o qədər gecikdirirdim ki, yəni dəhşət də. Hətta səhərlər şirniyyatla açırdım. Yəni mən reflüksü olan bir insan səhər
günümü çay və şokoladlı kekslə açırdım. Özdə adikto falan kimi kekslərlə. Bilirsiniz ki, onların dadı necə ximikatdadır, konkret, yəni zəhərdə də olar. Pis qidalanırdım. Mən artıq işin çoxluğunu gördüm və girəylənməyə başladım öz içimdə ki, bu iş mənə layiq deyil. Mən heç aldığım 400 manat maaşı belə əlimdə tuta bilmirəm. 390 manat maaş alıram mən. Niyə mən burada bu qədər iş görməliyəm ki? Və nə vaxt mən bunu dərk elədim? Mən gecikirdim işə, çünki işdən zəhləm gedirdi. Düzdür, ondan 5-ə qədər idi iş. 7 saat idi. Amma elə vaxt gəldim, məsələn 11-də, bu səfər 6 saat olurdu. Bəzən 12-də gəlirdim. 12 işləmiş, 12-nin yarısı falan. Düzdür, elə çox gəldim, çox gecikdiyim olmayıb da. Yəni 12-nin yarısı, 12 falan çox belə gecikməmişəm. Çox vaxt 11 işləmiş falan olardım. İşlərdəki 11-in yarısı. Çünki çatdırmırdım ücə. Yəni yatmaq istəyirdim. Çünki evə də gəlib işləyirdim. Bu ücə narahat eləmişdi qadını və bir-iki dəfə mənə qışqırmışdı kuxnada falan. Və mən də konkret belə hissiz şəkildə belə durub baxmışdım da ona. Heç bir his olmamışdı içimdə. Çünki sən qışqırsan nə olacaq, qışqırmasan nə olacaq? Özü qışqırmağı da o qədər bilməyən insandır ki, bəllidir, yəni qışqırmağı bacarmayan insandır. Bəzi insanlar olaraq qışqırır və səsinin tonlamasını biraz belə qışqıran momentdə biraz belə dəyişir. Belə belə bir şey olur səsi. Bir var, yəni biləsən ki, bu qışqıran adam həmişə qışqırıb da, bilirsən, direkt qışqırır. Yəni onun qışqırma intonasiyası, qışqırma vurğusu, səsi bəllidir əvvəlcədən. Və çox belə güldürmüşdü o səhnə məni. Mən kuxnaya çay götürməyə getmişdim, bir dəfə səhər idi. Bu da gəldi. Niyə gecikirsiniz Aydan? Belə mən də belə çay götürdüm, belə baxdım ona. Getdim otağa. Yəni heç nə demədim. Halbuki elədiyi çox böyük tərbiyəsizlik idi. Yəni sən kimsən ki, məndən bu şəkildə danışasan? Sen kimsen burada rejissorluk edirsən? Kimsin sen? Gecikirəm. HR deyilən bir şey təbii ki, sizdə olmadığını görə, bu arada HR-ları yox idi. HR deyilən bir şey tut şirkəti və HR-a denən, HR mənə xəbərdar eləsin, izahat yazın. Mən də başa düşüm ki, gecikmə deyilən bir şey var və bunun ötəsindən gəlməliyəm. Yəni sən yoxsa bağça deyil də bura, sən durub qışqırasan, başa düşdün. Yəni niyə deyirəm valideynimin gəlməsi mənə minus oldu və bu hərəkətə görə. Mənim valideynimdən aldı o özgüvəni ki, mənə elə qışqırdı. Əgər mənim valideynim orada mənim haqqımda çox belə negativ danışmasaydı, o ağzına idi ki, məndən o şəkildə danışadı. Sonra bu tip şeyler yaşadığımda deyənə başı nifrət elədim o qadına. Əvvəl çünki rol model falan seçmişdim onu özümə. İlk gələndə demişdim. Hətta sevinib yazmışdım yaxınıma ki, bəs oyda deyəsən qadın sahibkardır falan, yəni halaldır, belə elə. Amma əslində nə müdürdür, nə sahibkardır, yəni prosto orada şöbə müdürüdür, yəni ondan üstü də var imiş. Onu da sonradan öyrəndim. Özlərini doğru düzgün təqdim belə etməmişdilər. Məni ikinci müsahibədə təlimçi ilə tanışdırmışdı. Halbuki təlimçi oranın müdürü falan değildi. Sadəcə təlimçi idi, yəni. Sən də oranın müdürü deyilsən, şöbə müdürüsən. Müdürüsən bəs. Müdürlə tanışdırmaq istəmirsənsə, ən azından müdür haqqında məlumat verməlisən. Deməlisən ki, müdürümüz budur, bu işlə məşğuldur falan. Bir müddət sonra mən artıq başladım iş axtarmağa. Bir ay vaxt verdim. Başladım iş axtarmağa. Çünki burada işləmək istəmədim. Yəni bura mənə layiq olduğunu düşünmürdüm. Çox boş, çox mənasız, inkişafdan geri qalan bir yer idi və işi də doldurur ha bu arada. Doldurur işi. Məni reception belə eləyib, yəni telefonlara belə mən cavab verirdim. Məndə nə vaxt xırtdəyə belə dayandım. Onların ofis meneceri məzuniyyətə getdi. Və məzuniyyətə gedəndə də mənə rəhbər dedi ki, həmin o qadın dedi ki, bəs filankəs xanım belə məzuniyyətə gedir. Onun işini də sən görəcəksən. Ha? 2 həftəlik gedir, 2 həftə onun işini sən görəcəksən. Mən də nə hə dedim, nə yox dedim də. Yəni dedim, herhalde zarafat eləyir də bu qadın. Yəni mən görməyəcəm də yəqin ki. Çünki onun işini mən bilirəm də. O onların elə kitab dikəni falan vardı içəridə. PDF-ləri çap eləyirdi. Çap eləyəndən sonra onları deşirdi, sonra tikirdi, sonra kitab kimi bağlayırdı. Təbii ki, bekar insan üçün bu elə belə şeydir. Yəni bu 2-3 saatlıq bir şeydir bekar insan üçün. Amma ki, həm SMM işini, həm qrafik dizayn işini, həm kargüzar işini, həm reception işini, həm content manager işini görən bir şəxs üçün bu əlavə iş adamı bezdirir, yəni vaxt olmurdu. Həqiqətən mən dəliyə dönmüşdüm bu qadın gedəndən sonra. Başlayırdım, səhər tezdən gəlirdim, birinci məktubları göndərirdim, sonra LinkedIn-i çək edirdim, kimlər belə takib atıb, connection atıb falan. Post düzəldirdim. Post düzəldən moment gedirdim, PDF-ləri çap edirdim, PDF-lər qaça-qaça gedib gəlirdim. Biraz ayaq üstəyəm hər şey eləyəndə. PDF-ləri çapını çıxardan moment gəlirdim, postu biraz düzəldirdim, PDF-in səsini eşidəndə ki, çapı çıxdı, PDF-ləri götürürdüm, deşirdim, gəlirdim, onları tikirdim, tikəndən sonra yerdim, postu davam edirdim, postu paylaşırdım falan. Yəni Hay Allah!
Nəfəsim kəsilirdi, yemək yeməyə vaxtım olmurdu mənim. O qədər belə işlədim ki, bir həftə ərzində və mən bir gün axşam evə gələndə özümə yemək hazırladım ki, sabah işə yemək yaparım. Və başladım yemək bişirməyə. Sonra baxdım ki, bişirdim, bitirdim. O qədər yoruldum ki, mart ayı idi özdə. Mən də belə o qədər yoruldum, ayaqlarım da öldürürdü ağrıdan. Səhərdən ayaq üstəyəm, gəlib yemək bişirmişdim. Qonaq otağına oturum, bizdə divan vardı. Orada dedim, biraz uzanım orada. Yorğunluğum keçəndə durub gedərəm. Uzandım, elə uzanan kimi də yatdım da və oranın balkonu da açıq idi. Belə yatmışam. Səhər bir də durdum ki, yerimdə belə ayıldım da, səhər yerimdə, öz yerimdə. Və üstüm açıq. Üstümə heç bir kişi cinsindən olan şəxslər örtməyib. Nə qardaşım, nə atam, sağ olsunlar. Və mən həmin gün baxdım ki, səhər duranda belə nəsə xəstəlik havası var məndə. Nəsə ürəyim bulanır, bir başım ağrıyır kimi belə bir qəribə bir adam belə qızdırma gələnə yaxın belə bir şey hiss edirsən. Belə gedim getdim işə, yenə gəldim hər səhər həmişəki olduğu kimi keksdən çay içdim. Bugün ortaya yemək istəmədim. İştaham olmadı. O qədər ürəyim bulanırdı ki, iştaham olmadı. Ondan sonra baxdım ki, yaxşı deyiləm. 5 oldu. Mən getdim Targovya'ya görüşəcəydim bir nəfərlə və mən ürəyim o qədər bulanırdı ki, yəni qaytarmalıydım. Başqa yolu yox idi. Bəzən olur insan ürəyi bulanır, onu bir şəkildə şey edirsən, bastırırsan o ürək bulantını, qazlı suyla, saqqızla falan filan ki, qusmayasan. Çünki mənə qusmaq olmaz. Məndə reflüks var deyə mən qusa bilmərəm. Qussam reflüks yenidən qayıdır. Qusmaqdan qorxan biri deyiləm. Sadəcə reflüks olmaqdan qorxurdum deyə həmin gün çox stres oldum və qusmaq istəmədim. Amma yəni qorxunun heç nəyə faydası yox. O gün saydım, 21 dəfə qusmuşdum. 21 dəfə. Artıq ödümü qusurdum. Siz də mənə bağışlayın, iyrənə bilərsiniz buradan, amma bunu danışmalıydım. Yəni, o qədər qaytarmışdım ki, bədənimdəki su qutarmışdı, az bir miqdarda su qalmışdı. Evdə uzanmışdım sistemin altına. Gözümü açırdım, bağlayırdım, açırdım, bağlayırdım. Yəni, özümdə deyildim, bayılmışdım konkret. Yəni, baygın uzanmışdım da kravatda. Mən ilk dəfə idi elə bir şey yaşayırdım. Yəni, mən normalda bayılan bir insan deyiləm. Heç vaxt bayılmamışam, açığı deyim. Pis hissiymiş də. Yəni, hər şey yadımdan çıxıb da, iş yadımdan çıxıb, hər şey yadımdan çıxıb, kiməsə xəbərləmə yadımdan çıxıb. Çünki konkret, yəni, nə günə düşmüşəm də. Sonra mən səhəri ayıldım, yazdım bəs iş yerinə ki, mən bugün gələ bilməyəcəm. Xəstələnmişəm, bəs birinci gün gələcəm də, yəni 6 bazar sağlamaqla məşğul olacaq. Orada yazdı ki, tamam və həmin gündə getməli idim, çünki iş çox qalmışdı, kitabların dərci qalmışdı və məndən gözləyirdilər, deyirdilər ki, sabah gəl ha falan belə. Yəni, what the fuck da, yəni cəmaatın canı önəmlidir, yoxsa sənin ağzın belə baxanda. O da tamam dedi, həmin o qadın. Birinci gün, yoxsa ikinci gün mü getdim işə. Həmin o qaytarmalardan sonra mən reflüks oldum. Təbriklər. Reflüks qayıtdı mənə. Dəhşətli şəkildə qayıtdı. Mən o tip bir reflüks yaşamamışdım o yaşa qədər. 22 yaşıma qədər. Təsəvvür edin, dilimin ucundan tutmuş, mədəmin qurtaracağına qədər yanırdım. Belə bir yanığı vardı içəridə. Yanırdım da konkret. O qədər rahatsız bir hisdi ki, yəni heç kəsə düşmanıma belə arzulamıram da həqiqətən. Mən başladım diyetə. Qaynadılmış şeylər yeməyə başladım, tez-tez və az-az yeməyə başladım. İşə qayıdandan sonra baxdım ki, artıq məzuniyyətə gedən həmin o dincələn qadın gəlib. Heç vecləmədim də, heç kəslə danışmırdım, başımı ağırtmırdım, çünki əsəbi idim. Çünki hər şey bu işin cıbatından olmuşdu, işə görə yorğun düşmüşdüm, işə görə üstü açıq yatmışdım və işə görə xəstə olmuşdum mən təzədən və çox əsəbi idim, çox aqressiv idim. Beynim sönmüşdü. Yəni vecimə deyildi. Başa düşdünüz necə? Şad xəbər ki, mənə həmin həftə iş təklifi gəldi. Müsahibəyə getdim. Müsahibədə keçdim. Yəni okey olduq və həmin iş yeri də hibrid idi. Qazandığım maaşın 2 qatı, 800 azayına razılaşmışdım o iş yerinə. Çox sevinirdim və başımı buraxmışdım bu iş yerinə. Yəni ancaq yeməyimi falan kontrol edirdim, yeməyimi falan fikir verirdim, dərmanlarımı içirdim hər dəqiqə, çünki bir dərman içirdim. Belə yəni özümə odaqlıydım. Nəsə gəlib istəyəndə də dedim ki, hə eləyərəm. Hə, yaxşı. Göz kontaktı belə qurmurdum da, yəni saymırdım belə deyim. Çünki məni saymayanı mən dünəndən saymıram. Yəni yaşı neçə olur olsun, içmə deyil. Bu arada mənim dietik yeməklərimi belə lağ eləyirdilər ki, hər gün dietik yemək olar falan, hər gün pirlovka yeyərlər. Sən nə işivə qalıb, qardaş? Sən yeməyə ver, çıx cəhənnəm o gibi otur işivi gör də. Yemək yeməyə gəlmisən, zəhərlən get də, gözünlə gəlsin. Ay burnundan gəlsin. Sən nə işivə qalıb ki, cəmaat nə yer, nə içir də? Sənə nə? Donuz əti yeyirəm vəbşi, sənə nə? Yəni o qədər belə ən zəhləm gedən şeylərdən biridir bu. Yəni yeməyimə qarşı bir bullying
mənim qidama qarşı bir bullying. Ən zəhləm gedən şeylərdən biri idi bu o dönəmlərdə. Çünki hələ qəbul etməmişdim reflükslə yaşayacağımı, hələ bilmirdim gələcəkdə nələr baş verəcək. Həqiqətən, yəni elə bilirdim ki, qısa müddətli bir şeydir və mən özüm də utanırdım Perlovka yeyəndə. Halbuki burada utancı bir şey yoxdur. Camal da yeməyə belə tapmır çöldə. Sonra elə oldu ki, mən o işlə dediyim kimi razılaşdım və o işlə onlayn əvvəl başladım işləməyə. Ondan sonra dedim ki, bu işlə bitirim. 3-4 günüm qalıb gələcəm sizinlə full time-a. Yəni ki, hibrid full time-a. Və mən bir gün yenə evdə qalmaq istədim. Çünki mədəm yaxşı deyildi dediyim kimi. Yəni özümü yaxşı hiss eləmirdim. Dincəlmək istəyirdim. 1 mi yoxsa 2 mi gün dedim ki, evdə qalacağam. Yazdım rəhbərə ki, bəs atamın halı yaxşı deyil. Yəni bəhanə elədim atamı ki, bəs atamın halı yaxşı deyil. Təzyiqi qalxıb. Ona görə bu gün ona mən baxmalıyam falan filan. Bu da yazdı ki, hə, okey falan. Sonra mən evdə qalandan sonra gəldim iş yerinə. Və gələndən sonra da müdiriyyət, həmin o qadın dedi ki, atamız necədir, yaxşı oldu. Mən yaxşıdır da, yəni dedi, hə, nə olmuşdu? Dedim də təzyiqlə bağlı problem yaşayırdı. Zaten mənim atamın o dönəmlərdə təzyiqi çox idi, yəni indi də çoxdur da. Sonra zaten stent taxtırdı yetim, yəni yalan bir şey deyildi də, sizin atamın təzyiqi vardı sürekli. Sadəcə olaraq özümün xəstə olduğunu deyə bilmədim, çünki deyəcək nə qədər xəstə olur, nə qədər evdə qalacaq falan. Söz-söhbət eşitmək istəmədiyim üçün yalan danışdım da, yəni açıqlama vermək istəmədiyim üçün yalan danışdım. Çünki o başa düşən deyil, bilirəm. Ona görə mən açıqlama vermək istəmirdim və yalan da ona görə danışdım. Dedi ki, anavız bilirdi atavızın belə olduğunu. Mamavızın nömrəsini verə bilərsiniz, zəhmət olmasa. Mən də belə yuxuluyam, dedim. Nə? Niyə? Hə, siz verin də, mən soruşacağım zat. Mən də belə nə həyəcanlandım, nə bir şey. Yəni, kimsən ki, məndən anamın nömrəsini istəyəsən? Ya anam gəldi, tutaq ki, okey, anam gəldi, səndən danışdı, elədi. Bu demək deyil ki, sən ayağın yer alacaq və sən mən anamın nömrəsini, sən kimsən vəbşə, mən sənə valideynimin nömrəsini verim. Sən vəbşə kimsən ki, mən sənə atşot verim. Mənə heç nə maraqlıdır. Mən sənə göstərəcəm nə var. Nə böyük bir maaş verirsən ki, mən hələ atşot verməyə məcbur hiss edeyim özümü. Mən də dedim ki, yaxşı, yazın dedim. Heç ya özümü yandırmadım da. Dedim yazın, mən də o dönəmlər nömrəmi təzə dəyişmişdim. Demişdim axı sizə atamın nömrəsini işlədirdim və bu durumdan rahatsız idim. Ona görə də işə girən kimi nömrə aldım özümə təzə. Və köhnə nömrəni də zaten bağladım, işləmirdi deyənə. Yəni krediti falan çoxdur, bağlandı o nömrə. Sonra da zaten əsl nömrəni itirdim. Nömrə kartı yerə düşdü falan, itirdim. Mən də dedim yazın. Falan 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 falan. Bu da dedi ki, hə, yaxşı, sağ olun. Dedim, buyurun. Sonra ayaq səsləri eşitdim otağından. Belə səslər. Əsəb-əsəbi gəzməyəm ki, əsəbləşir və gəzir və zəng edir. Nömrədən zəngdə deyir ki, bu nömrəyə zəng çatmır. Alo. Lütfen. Alo, sesim gelmiyor mu? Alo. Nömrə, nə bilim, nə xaricindədir, nə bilim, nə. Yəni nömrə bağlanıb da, qardaş, bu nömrəyə zəng çatmır. Bu da belə gəzir koridorda. Mən də bunu görürəm. Arada belə baxır mənə, gəzir falan. Mən də özümü gülməmək üçün zor tutmuşam da. Yəni aydan gülmə. Çünki elə bir şey istəyən yetişkin bir insana belə bir yapıcılıq lazım idi. Mən əcəb elədim. Heç peşman da deyiləm. Heç yəni çox da zövq aldım həmin andan ki, mən səni hələ aldatdım. Buradan əgər izləyirsənsə həmin qadın. Yəni insan bəzən sərhədini bilməlidir. Və bu belə zəng gəldi, görür ki, zəng çatmır. Nəysə də, yəni istədiyinə çata bilmədi. Bir dəfə bir tema vardı. Mən hələ reflüks olmamışdan qabaq dırnaqlarımı falan elətdirmişdim. Bura qoyacağım şəklini. Belə uzun dırnaqlar elətdirmişdim. Cadı, yaşıl tonlama və çox istirdim. Neçə vaxt o rəngdə dırnaq eləməyi çox istirdim və o şəkildə dırnaq eləməyi də çox istirdim. Və axır ki eləmişdim bunu. Yəni çünki mənim fem erama keçidim çox çətin olur normalda. Mən fem erama çox çətin keçmişəm. Çünki həmişə fem tərəfindən utanmışam. Yəni uşaqlıqdan elə böyümüşəm. Ona görə də yəni mənim üçün onun üçün dırnaq ola bilər də mənim üçün dırnaq deyildi. Mənim üçün bir addımlardan biri idi. Və mən belə gəlib gedirdim də, işte dırnaqla gəlib gedirdim. Bir həftəyə düşü dırnağa qoydurmuşdum. Bu da mənim dırnağıma belə qəribə baxırdı. Sonra bir gün bu məni otağına çağırdı, nəsə bir iş üçün. Həmin o qadın dediyim rəhbər. Bir gün məni otağına çağırdı. Bəs dedi ki, falan işdə falan vaxt deyirsən, falan işdə falan vaxt. Sonra dedim ki, hə, okey. Hə, mən dedi ki, bəs aydan bir dənə də şey deyim. Dedim, hə, buyurun. O dırnaqlarımı çıxardarsan. Dedim, nə? Niyə?
Mən də həmişə niyə? Bizim dress koda uyğun deyil. Ona görə çıxardarsan o dırnaqları. Dedim, baxın, mən bunu indi elətdirmişəm, necə çıxardım. Çıxarsam Sədəfim incinəcək. Mən də açıqlama verirəm, saf kimi. Yəni, deyirəm ki, çıxartmıram, sənə nə var? Yəni, dırnağa pul vermişəm, sənə pul vermişəm ki, çıxartdırım bunu. Öz 15 manat elətdirmişdim o vaxtı. Düz ucuz elətdirmişdim, amma neysə də, yəni 15 manat da o vaxt mənim üçün pul idi. Dedim ki, yəni, indi çıxarda bilmərəm də bunu, yəni üstündən gərək biraz keçsin. Bu belə cavabını almışdı orada. Sonra mən bunu çıxartmışdım məcbur. Amma gərək çıxartmazdım. Yəni mən o şirkətdə heç kim görmürdü. Nə bunun qonağı görürdü, nə bunun heç qonaq da gəlib getmirdi şirkətə, belə deyim ki, yəni heç kəs məni görmürdü. Heç bir təlimə qatılmırdım. Heç bir layihəmiz yox idi. Heç bir beynəlxalq nəyisə qatılmırdım. Heç kəs məni görmürdü. Yəni ancaq sən görürsən məni, mən də səni görürəm. Başqa heç kəs məni görmür. Yəni nəyin axı bu dress kodudur? Məni görür, bütün gün iclaslardayam. Bütün gün yəni rəhbərlə görüşürəm. Rəhbərin özünü bir-iki dəfə görmüşdüm. Onun da ki cavabını almışdı o rəhbər. Necə almışdı? Deməli bunların da üstü varmışdı. Hey, mən onu sonradan bildim. Kişi rəhbər. Bir dəfə gəldi, bəs mənə dedi ki, bizim brandbook dəyişməlidir. Yəni bizim brandbooku dəyişərsiz. Ha? Düşünürəm ki, yəni niyə mən buradayam? Bir də mənə dedi ki, Aydan xanım, brandbook bilirsiniz nədir? Dedim, bilirəm nədir. Mənə zəhmət olmasa bir-iki dənə brandbook nümunəsi göstərin. Mən də açdım internetdən, göstərdim də. Bəs belə bir şeylər hazırlamaq lazımdır bizə. Hazırlaya bilərsiniz? Dedim, yəni hazırlaya bilərəm, ancaq bu maaşa yox da. Dedim, necə yəni bu maaşa yox? Dedim, yəni ödəniş o deyil axı, mən brandbookla, yəni 390 manat pul alıram, mən hara brandbook yığım sənə? Yəni, bunun üçün ayrıca bir ödəniş verməlisən də, mən onu deməyə çalışıram. Brandbook sözünü yola verdim. Hər dəfə gəldi brandbook istəyirdim, mən bunu yola verirdim. Çünki çıxacaqdım olsa bilirdim. Yəni, o bir işlə işləyirdim. Və dəfələrlə də görürdü həmin qadın, mən o bir işin işlərini görürdüm. Mənə bir dəfə gəlib demişdi ki, əlavə işlər götürürsən, sən ona görə vaxtın olmur. Dedim, hə, əlavə işlər götürürəm, çünki maaşım azdır. Portbakudakı insanlar olur, onların elə içinə düşmüşdüm da konkret. Yəni, mənasız insanlar da, yəni, boşuna nəfəs alan insanlar. Sonra bu kişi yenə gəldi mənim yanıma. Mənim işdən çıxmağıma 2-3 gün qalmışdı, dediyim kimi. Bu kişi gəldi yenə mənim yanıma. Mən kitab oxuyordum o dönəm, benim tipim. Bu kitab oxuyordum o dönəm. Tipografiya haqqında çox qəşəng kitabdır. İstəsəz, yəni oxuya bilərsiniz dizaynerlər. Bunu yəni dizayner olmayan insan belə oxuya bilər. Həqiqətən o qədər belə maraqlı yazılıb ki, maraqlı məlumatlar vardı. Elə bir ensiklopediya kimi bir şeydir bu. Kitabı gördü stolun üstündə. Başladı bunu belə vərəqləməyə, belə oxuyun, yaxşı eləyirsiniz, inkişaf elətdirin özünüzü də. Sonra bizim brandbookumuzu yaradın zat belə. İndi siz deyir burada işləyirsiniz, düzdür, bu qədər maaş alırsınız. Amma ki, yəni mən qədər bilə bilmərsiniz də falan. Mən də buna qulaq asmıram da. Mən qədər bilə bilməzsiniz, mən qədər gücünüz çatmaz. Mən demirəm, sizi şey eləmirəm. Nə bilim nə. Mən deyim ki, nə deməyə çalışırsınız da, yəni. Məsələn, məni təhqiramiz bir şey işlətdi. Təhqiramiz mənada demirəm ya bunu qardaş. Yəni deyirəm ki, Bir söz işlətdi, yadımdadır ki, amma yadımda deyil tam olaraq nə işlətdi. Çünki çoxdan yaşamışam bu anımı. Burada yadıma düşməyib, amma edit eləyəndə yadıma düşdü mənə nə deyib. Söz altı demişdi ki, siz tupoysuz, amma ki elə fırlatmışdı ki, sən sübut eləyə bilməzdin ki, o mənə tupoy deyib. Yəni mən də beynim çönmüşdü, demişdim sənə göstərərəm kimdir tupoy deyən. Nəsə bir söz işlətdi, tamam mı? Yəni belə söyüş kimi bir şey deyildi, amma vulqar bir söz idi. Mən dedim ki, məni təhqir eləyə bilmərsiniz. Belə bir söz dedim ona. Yox, təhqir demirəm ki, yəni mən falan belə danışdı. Sonra yenə dedi, brandbook eləyəcəksiniz Aydan xanım, brandbook eləyəcəksiniz Aydan xanım. Dedim, hə, yaxşı, baxarıq ona dedi, çıxdı getdi. Sonra səhərsi gün gəldi, həmin o qadınla danışdı. Qapıdan yanına keçəndə mənə vaxt dedi ki, Aydan xanım, brandbook, dedim, eləməyəcəm. Dedi, eləməmisiniz yəni? Dedim, yox, eləməyəcəm. İşləməyəcəm brandbookunuzu, başqa adama elətdirərsiniz. Hə, yaxşı. Dedi, çıxdı getdi. Pərt oldu axı, başqa bir şey deyə bilməz yəni mənə. O qədər pərt oldu ki, bilmədi nə desin. Dedi, hə, yaxşı. Belə də çıxdı getdi. Kimsən də mənə durub burada həyat dərs keçirsən, mən səni tanımıram, sənin keçmişin kimdir, atan kimdir, anan kimdir. Nə olsun yaşın çoxdur. Mən bilmirəm, sən kimsən, durub mənə burada dərs keçirsən güya, öz balaca beyninlə mənə görə dərs keçirsən. Hər insanın dərsi fərqlidir, hər insanın yolu fərqlidir. Heç kəsə dərs keçə bilməz. Nə qədər bacarıqlı, bilikli də olsan, nə qədər təcrübəli də olsan, heç kəsə dərs keçə bilmərsən. Məsləhət verə bilərsən, ola ki, qarşı tərəf əgər istəyirsə. Mən sənin heç bir məsləhət istəmirəm. Sən dur mənə dizayn haqqında məsləhət verirsən. Dizayn haqqında güya ki, mütəxəssissən. Bu sözü deyəndən sonra durdum ayağa. Daha sonra yazdım həmin qadına ki, bəs sizinlə danışmaq istəyirəm. Dedi, gəl. Gəldim, dedim ki, bəs mən işdən çıxacağam. İzinə direkt yəni heç uzatmadım. Dedim, mən işdən çıxacağam.
Bu ay daha işləməyəcəm sizin axırıncı ayımdır. Burada nə inkişaf yoxdur, nə yaxşı maaş yoxdur, nə yaxşı hörmət yoxdur. Rəhbərimizin də elədiyi o tərbiyəsizliyə görə belə də dedim. Bir şey mənə dəqiq oldu ki, burada işləmək istəmirəm. Dedi, nə edib ki, nə baş verib Aydan? Mənə hər şeyi danışa bilərsən Aydan, nə baş verib də görüm. Bir anda belə mələyə çevrildi qadın. Belə konkret U dönüşü yapdı deyə. Mən də dedim ki, yəni sayğısızca danışdı məndən. Dizayner deyil, mütəxəssis deyil, amma mənə dizayndan dərs keçməyə çalışır. Mən dedim, elə bir şey götürmürəm. O şəxs mənə dərs keçəcək insan deyil. O dedi ki, o insanda deyir, var biraz elə bir şey, hamıya qarşı elədir o, yəni onu şəxsi götürmədə. Dedim, hamıya qarşı elə ola bilər, amma mənə qarşı elə ola bilməz də, yəni mən götürmürəm. Dedim, mən çıxacam ya, yəni. O dedi ki, nə bilim, çox deyir, qəribə oldum, çox təəccübləndim. İş tapmısan özünə? Dedim, tapmışam, narahat olmayın. Yəni məni buradan vuracaqdı ki, işin yoxdur, hara çıxırsan, acından öləsən. Sonra mənə nə dedi? Gördü ki, bu işə oldu axı. Mənə nə dedi? Dedi ki, belə baxanda Aydan, sən özün istəmişdin də buranı. Sən demişdin ki, mənim ehtiyacım var. Yəni işə, pula. Dedim, hamının ehtiyacı vardı işə, pula. Nə dəxlisi var ki onun? Yəni o qədər mundar insandı ki, məni bununla vurmağa çalışdı ki, yəni sən dilənçi idin, güya öz beynində belə danışırdı ki, yəni sənin pula ehtiyacın vardı, sən əlacsız idin da, gəldin bizə sığındın da, biz səni adam elədik kimi danışmaq istəyir mənə güya öz balaca beyni ilə. Mən də dedim ki, yəni hamının ehtiyacı var da, pula və işə, kimin yoxdur ki, yəni bu dəqiqə sənin ərin səni boşasın, sən acını öləsən. Demədim bu sözü də, nəysə indi deyirəm buradan, görə bilərsən yəni. Yəni dedim, mən bilmirəm də, mən çıxmaq istəyirəm. Yəni mən önce gözləmək istəmirəm. 2-3 gündə qalacağam burada, çıxacağam. Nəysə o 3 gün işgəncə yaşadım. Başımı xarab elədi mənim ki, işlərin hamısını bu flash karta göndər, işlər bizdə qalsın falan filan. Mən də dedim, göndərəcəm falan. Hamısını JPEG versiyasına attım, masterlər atmadım. Ondan sonraki iş yerim çox yaxşı oldu həqiqətən. Buradan çıxan kimi o iş yerimə getdim. İş yeri mənə çox belə məlhəm kimi gəldi. Həm diyetimə çox kömək elədi o iş yeri, həm pul cəhətdən məni çox yaxşı saxladı. Rahat idi o işə gedib gəlmək. Həftədə 2 dəfə gedirdim işə və 3-4 saat qalırdım işdə, yəni çox qalmırdım da. Və müdürləri də, rəhbərləri də çox yaxşı insanlar idi. Ta ki o iş yeri bankrot olana qədər. Belə, yəni uşaqlar, bu işlə bağlı macəram da bu şəkildə sonlandı. Yəni o iş yerindən də belə qurtuldum. Nəysə, sağ olun. Gələn macəralarıma qədər, gələn görüşlərə qədər, gələn söhbətlərə qədər, gələn videolara qədər öpürəm sizi. Like etməyi, abunə olmağı unutmursunuz. Bir də paylaşın eləyin kimdənsə ki, belə bir şey var.